bir ədəbiyyat adamı, bir tənqidçi kimi o qədər də bu ədəbi nəsil haqqında bədgüman deyiləm. Yəni, çağdaş Azərbaycan ədəbiyyatının bu cavan qolu sənətin sabahına, 21-ci əsrin ədəbiyyatına müəyyən dərəcədə böyük bir inam yaradır. Bu inamı onlar öz yaradıcılığı ilə dünyaya, gerçəkliyə, həyata yeni, orijinal baxışları ilə əldə eləmişlər. Çünki, deməli, bunların içərisində ola bilsin, burada olmayan və bunların öz içərisində də müəyyən mənada hələ ədəbiyyat aləmində, sənət aləmində öz cığırını çox çətinliklə tapan, hələ eksperimentlərə uyan, hələ axtarışlar aparan gənclər var, amma ümumiyyətlə ədəbi proses, ədəbiyyat çox çətin, əzablı, üzüntülü prosesdir. Burada qalmaq, bu ədəbiyyatda möhkəmlənmək o qədər də asan bir şey deyil. Mən gənclərin yaradıcılığını sırf ayrıca bir kontekstdə, yaxud ümum ədəbiyyatın kontekstində izləyəndə, deməli, hər iki halda mən belə bir qənaətə gəlirəm ki, bu cavan Azərbaycan ədəbiyyatı ölkədə, məmləkətdə baş verən bütün bu çətinliklərə, məhrumiyyətlərə, bütün bu ağrılara baxmayaraq bizdə maraqlı bir ədəbi nəsil yetişir. Və bu maraqlı ədəbi nəsil, bu cavan nəsil özündən əvvəlki ədəbi ənənələrə arxalanaraq, onlardan güc alaraq, faydalanaraq üzü gələcəyə doğru gedir. O ənənələri yaşada-yaşada tarixi bir missiyanı yerinə yetirir. Bir tərəfdən bizim xalq şeirimizə, aşıq şeirimizə söykənən deməli cavanlar var. Onlardan istifadə edirlər və bu aşıq şeirini sanki yeni biçimdə, yeni formada dirçəldirlər. Bir tərəfdən klassik ədəbiyyatımıza üst tutulur. Bir tərəfdən uzun müddət bizdə yasaq edilən Azərbaycançılıq, türkçülük ideyaları haqlı şəkildə qabardılır. Öz kökümüzə, ilkinliyimizə, öz müfimizə qayıtmağa səslənir bu şeirlərdə. Digər bir tərəfdən eyni zamanda qərb ədəbiyyatından, qərb poeziyası ənənələrindən istifadə edilir. Halbuki vaxtı ilə 60-cı illərdə, 70-ci illərdə bir çox şairlərimizi buna görə qınayırdılar. Halbuki Azərbaycan ədəbiyyatı sırf özünə qapılmış bir ədəbiyyat deyildir. Azərbaycan ədəbiyyatı həm milli kökləri ilə, həm də bütün başqa xalqların ədəbiyyatından istifadə yolu ilə yaşayan, özünü yaşadan, öz milli varlığını sübut edən bir ədəbiyyatdır ki, bizim ədəbiyyatımızın cavan qolu bunu yaşada bilir. Əsasən 80-ci illərdə, 90-cı illərin əvvəllərində ədəbiyyata gələn bu gənclərin taleyinə qaldıqda isə əlbəttə bu çox ağır, üzüntülü prosesdən keçdi. Bunlar yazmaqdan, düşünməkdən daha çox xalqın ağrı acıları ilə yaşadılar. Yurd itkisinə, torpaq ağrısına göynəyib, çörək dərdi çəkdilər. Hətta şəhid verdilər. Bizim 2 şəhid şairimiz var. Bəlkə də 3-dür, üçüncüsünü bilmirəm. Nizami Aydın, Ülvi Bünyadzadə kimi şairlərimiz var. Mən deyərdim, heç bir ədəbi nəsil bu qədər mürəkkəb, dramatik, faciəli talih yaşamamışdı. Həyat heç bir ədəbi nəsli bu qədər sıxmamışdı, sınağa çəkməmişdi. Ona görə də onların şeirlərində, nəsr əsərlərində kədərin, hüzün və ələmin, ağrının olması təbiidir. Və nə yaxşı ki, bu ağrı, bu hüzün və ələm, bu kədər heç də sırf o nostalgiyadan irəli gəlmir. O, eyni zamanda dərdin böyüyündən gəlir, 20 yanvar faciəsindən gəlir, Xocalı soyqırımından gəlir, məmləkətimizin düşdüyü ağır vəziyyətdən gəlir, bunların şeirlərində yaşayır. Vaxtilə ustad şairimiz Rəsulza yazmışdı. Şeir yazan cavanlar arasında ilhamla, istedadla ədəbiyyata gələnlər olduğu kimi, adicə həvəsə düşüb gələnlər də var. Və adətən gənclik insanın mövcud olduğu bütün bacarıq və qüvvənin sürətlə üzə çıxdığı bir zaman deməkdir. Belə bir vaxtda ilk hekayəsini yazmış, ilk şeirini yazmış, ilk bəstəsini bəstələmiş, ilk lövhəsini çəkmiş hər bir gənc sənətkara kömək eləmək lazımdır, onlara qayğı göstərmək lazımdır. Və mən burada o usta şairimizin məşhur bir kəlamını, qayğı sözü və qayğı özü kəlamını yada salmaq istəyirəm. Və həmişə bu söz gənclərdən söz düşəndə, gənclərin yaradıcılığından söz düşəndə bir aforizm kimi səslənib. Bəzən qayğı sözü ancaq dildə səslənib. Qayğı sözünü dildə səsləndiriblər, lakin gənclərə qayğı göstərməyiblər. Eyni zamanda bu sözü real şəkildə, praktiki şəkildə həyata keçirmək haqqında düşünüblər.
və yaxud da düşünməyiblər. Ona görə də hörmətli prezident bugün bilavasitə ədəbi gəncliyin qayğıları və problemləri ilə bağlı mən ancaq bircə məsələni nəzərinizə çatdırmaq istəyirəm. Ola bilsin bizim gənclərimiz, cavan şairlər, yadçılar onları düşündürən qayğılarla, problemlərlə əlaqədar öz sözlərini deyəcəklər. Gogolun belə bir sözü var, gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. Bu gələcəyimiz, yəni ədəbiyyatımızın gələcəyi doğrudan da bu gənclikdən asılıdırsa, onda bu gəncliyin ümumi yaradıcılıq problemlərinin, səylərinin bir yerdə birləşməsi lazımdır. Bunun üçün ən elementar bir şey lazımdır. Vaxtilə bizdə Ulduz jurnalı çap olunurdu. Ancaq çox təəssüf ki, indi bu Ulduz jurnalı maliyyə çətinlikləri üzündən ildə ancaq bircə nüsxəsi çıxır. Yadımıza salaq 60-cı illərin axırlarını, 70-ci illərin əvvəllərini, 60-cı illərdə, 70-ci illərdə ədəbiyyata gələn və indi ədəbiyyatımızın aparıcı qüvvələri olan Anar, Əkrəm Əylisli, Elçin, digər İsim Əlikzadə, başqa şairlərimiz, yadçılarımız məhz həmin jurnalda formalaşdılar, böyük ədəbiyyat meydanına gəldilər. Azərbaycan jurnalında müəyyən mənada bu missiyanı yerinə yetirirdi. Ancaq Azərbaycan jurnalında daha çox yaşlı sənətkarların yazıları çıxır və digər başqa ədəbi məlumatlar da olub. Ancaq Ulduz jurnalı bilavasitə gəncliyi öz ətrafında birləşdirirdi və bu funksiyanı demək olar ki, 90-cı illərə qədər, 93-cü ilə qədər yerinə yetirməyə başladı. Amma indi həmin jurnal çox ağır vəziyyətdədir. Yəni, tək Ulduz jurnalını demirəm, ümumiyyətlə Ulduz tipli elə bir jurnal lazımdır ki, düzdür, gənclər ayrı-ayrı qəzetlərdə, jurnallarda çap olunurlar, kitabları çıxır, onların sponsorları da tapılır, bəzilərinin iş tapılmır, əziyyət çəkirlər. Amma onların yaradıcılıq səyləri, burada onların elə bil ki, söhbət eləməyə, onların yaradıcılığını qiymətləndirmək üçün bir yerdə onların səylərinin birləşməsi üçün məhz bircə Ulduz jurnalı, yaxud o tipdə bir jurnal mütləq lazımdır. Mən xatırlayıram 1995-ci il Fikrət Qocanın yubileyini, hörmətli prezidentimiz orada deməli, Azərbaycan jurnalı və ədəbiyyat qəzetindən söz düşdü, hörmətli prezidentimizin səyi nəticəsində. Deməli, Azərbaycan jurnalı 92-ci ildən bəri fasilələrlə çıxmağa başlayırdı. 95-ci ildə bu jurnalın cəmi bircə nömrəsi çıxdı. 1923-cü ildən bəri çıxan və Azərbaycan ədəbiyyatının güzgüsü adlandırılan bu jurnal elə bir kökə düşmüşdü və belə bir məqamda hörmətli prezidentimizin bircə sözü ilə jurnal yenə öz axarına düşdü, ədəbiyyat qəzeti də həftədə çıxır və mənə elə gəlir ki, bugün Qobustan jurnalıdır, bəli. Və bu üç ədəbi nəşrin çıxmağı əlbəttə o ədəbiyyatın yaşaması deməkdir. Ədəbiyyat jurnallarda yaşayır. Jurnal, qəzet ədəbiyyatın güzgüsüdür, saf aynasıdır. Burada hər şey əks olunur. Ona görə də məhz ədəbi gəncliyi də belə bir jurnalda, belə bir məcmuada mənə elə gəlir ki, birləşdirmək, bu səyləri bu istiqamətə vermək mənə elə gəlir ki, daha yaxşıdır. Mən çıxışımın sonunu yenə də hörmətli prezidentə öz minnətdarlığımızı bildirməklə qutarıram və böyük Hüseyn Cavidin bir misrasını yadıma salıram. O iki misrasını, daha doğrusu birinci misra yadımdan çıxıb, Türkün nicatı, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Bizim mədəniyyətimizi yaşatmaq istəyiriksə, bu mədəniyyətimizin bir qolu da bizim cavan şairlərdir, yadçılardır, sənətçilərdir, bəstəçilərdir. Və ümid eləyirəm ki, elə bu mədəniyyət yaşayacaq, 21-ci əsrdə də 20-ci əsrin yaşarı ənənələrini göstərəcək. Sağ olun. Sağ olun. Çox yaxşı məruzələrdir. Hesab edirəm ki, qurultayın məruzəsini sənin məruzanın əsasını bu... Mən məruzəm bir söz deyəcəm. 4 məruzəmiz olacaq, oradan ikisini cavanları edəcək. Elə bunu... Yox, o büyüklərdir. Öbürü cavanlar da sola geçir. Yaxşı məruzələr. Hesab edirəm, yaxşı məlumat verdi. Çox gözəl. Təsəvvür çox gözəl. Hə? Bəli, dünənləri 2 saat yarım yer, 2 saatdan çox. Neçə? 2 saat 45 dəqiqə. İndi bugün də yəqin bir 2 saat burada ola bilərik. Mən 2 saat ayırmışam indi. Bəlkə də çox oldu, amma eləyin çox olmasın. Çünki mən başqa işlərim var. Bu qurultayın elə
bu parçalarıdır, çox yaxşı.